Herkese salam, necəsiz dostlar? Bugün yoldaşımın ad günüdür. Buradan ümumilikdə bütün bəylərimizin hər birinin bayramı təbrik edirəm. Bütün bəylərin ad günüdür. Yoldaşımın da özünün ad günüdür. Doğum günü, yəni bu günə düşür. Bizdə xoşlamır qətiyyən doğum gündür falandır filandır. Heç sevmir də, yəni bu şey heç vaxt da doğum günü falan keçirtməyibdi. Bircə dəfə cəmsi onun doğum gününü böyüyəndən sonra deyirəm, uşaq vaxtım maske həmişə keçirdik. Bircə dəfə cəmsi onun doğum gününü keçirmişik. O da sürpriz kimi bir şey eləmişik. Yəni belə deyim də, dostları üzə salıbdı. Sadətlindən bir rəşib eləmişdik, üzə salıblar, el eləmişik. Yoxsa belə heç vaxt da keçirtmir, sevmir, xoşu gəlmir. Amma yenə də təbii ki, evdə biz özümüz yüngül də olsa hazırlıq görəcəyik. Onun özünə qalsa bilirəm ki, qızlar, onun özünə qalsa bilirəm ki, tort falan alıb eləyən deyil də. O nə qədər ona desəm də bir tort alaq, kəsək sənin üçün eləyən deyil. Ona görə indi Pərvinlə evdən çıxdıq. Pərvin də deyir, kiçik bir hədiyyədən falan alım. Çıxdıq evdən, gedirik indi tort falan almağa. İnşallah hamısını bir-bir detaylı sizlər üçün çəkəcəm. Çıxdıq evdən, indi gedirik. Uşaqları da götürdük ki, mama evdə rahat yeməkləri falan hazırlayıb. Bütün gələndən də sonra biz özümüz salat falan hazırlayacağıq. Aşvarxa ilə. Hər birini detaylı çəkəcəm. Axşama da süfrəmizi çəkəcəm. Hərşərdəyəm xanım böyükdür, da işimiz yüngülləşib. Qardaşını falan özü sürür. Deyir ki, verin qardaşını, mən sürəcəm. Maşını ölmə sürüklü. Yox, görürsən, nə ehtiyatla eləyir, maşını zadı gözləyir, eləyir. Ümumiyyətlə, həqiqətən də qızlar, Məryəm uşaqlara qarşı çox ehtiyatlıdır, çox həssas. Düzdür, evdə baxmayaraq ki, qardaşla ara bir dalaşır, balam, dəcəllik eləyir. Amma belə çölə filan çıxırıq, bütün uşaqlara qarşı adi biz harasa çıxırıq, eləyirik. Yəni, Melislə filan ki, çıxırıq, özünüz yəqin görmüşsünüz. O, Melisi vermir ki, sadətə. Deyir, ancaq mən tutum, mən yedizdirim, suyunu belə mən içizdirim. Uşaqları sevir. Evdə öz qardaşı deyə hamımız uşaq vaxtı bacımızla istidir, hava isti olmanı istidir. İşte Məryəm, qırağa çıxartma, ama qurban, maşın gələcəyində arxadan. Deməli qızlar, Fərişdə hədiyyəsini seçdə aldı. İndi gedim Azzaya tort almağa. Məndən soruşacaqsınız, kimdir Lola xanım, siz nə hədiyyə almışsınız? Mən onu açıqlamayacağım nədir. Onunla mənim aramdadır, inşallah gələcəyi bilərsiniz. İndi gedirik Azzaya tort almağa. Bəli, onun yoldaş heç vaxt ona elə-belə hədiyyə almaz. Gedirik indi Azzaya. Ümumiyyətlə qızlar, heç vaxt nə mən Yaqubun mən aldığı hədiyyəm paylaşmamışam, nə də o mənim onu aldığımı paylaşmayıb. Paylaşmağı da sevmirəm. Heç Yaqubun özü görürsünüz. YouTube kanalımda, yəni mənim vloglarımda özü görünmür. Çünki sevmir. Xoşlanmır. Yəni sosial biri deyil, elə şeylər paylaşmağı sevmir. O həmişə deyir, mənim sənə olan münasibətim sənədir. Onu hər kəs bilmək, görmək məcburiyyətində deyil. Ona görə də sırf özümüzlə bağlı şeylər çox paylaşmır, amma bacısı alıb məsələn onu paylaşa bilər. O olar. O icazəlidir. İndi evə gedəndə də açıb göstərəcəm, baxarsınız. Gedirik indi. Çatdıq Azzaya qızlar. Girək görək, istədiyim bir tort var. Onu tapıram, tapmazsam da birini seçib götürəcəm. Azda da olmadı. Tort olmadı, yəni ümumiyyətlə tortlar bitibdi. Girdim buradan kərmə keraşki aldım, acmışdı. Şimdi gedirik digər Azzaya, baxaq görək orada tapa bilirik mi? Ümumiyyətlə burada tort qalmamışdı. Pərvin də burada su alıb gəlir. Yol üstü belə bir park gördük. Uşaqlar gördüm ki, istəyir, qırmadım. Dedim, qutluca damcı oynasınlar, sonra yolumuzu davam edək. Məryəm balaca olanda bura çox gətirmişəm mən. İynə qədər gətirmişəm Məryəmi bura. İndi Kərim də görən kimi mama istədi. Dedim, qoy oynasınlar, uşaqdılar. Damcı oynasınlar, sonra atarım. Gəl aşkım. O baş. Gəl, ata. Məryəm sevinir. Hə, aşkım, çıx. Çıx, mamanın balası. Burada da belə balaca bir bebek var, maşallah, ne şeydir, maşallah. Hə, milçəkdir, heç nə olmaz milçəkdir. Yenə sürün oğlum, sürün, biraz da yerlənin. Mama. Ayca. Mama. Ayca. Orada yerlənirsən, olar, yerlə. Otur. Otur. Olmaz. Elbi tut uçurdum.
Əlimi tut, səni uçurdum. Kərimi uçurduram. Əlimi tut, möhkəm. Əlvi o birisindən tut da oğul. İkisini də eyni tut Kərim. Əlvi qabaqdan tut. Aferin. Yox, aynı tut. Aynı tut. Aferin. Yox, qabaqdan birincidən tut. Aferin ondan. O birisini də ondan tut. Aferin bax belə. Məryəm xanım da gəldi. Hələ bu əyildi. Bunu saxlayıb düzəltmək olur görəydim. Hədəsən olur. Gəldik qızlar. İndi burada belə biz də bilirsiniz deyib Kərimin özünün maşını var, amma ola da yenə də harda belə parkda görürlərsə istəyirlər. İndi biraz dedim uşağı da istədi, yox demədim. Biraz burada sürsünlər 5-10 dəqiqədə bunun. Ondan sonra gedək görə tort tapa bilirik. Kərimin maşının satıb istəyirəm belə motosikl alanını görə. Öz maşını özə baha almışdıq. Kimsə əgər satın almaq istəyərsə maşın, Kərimin maşınını YouTube'a da çəkərəm. Kimsə satın almaq istəyərsə də baha almışdıq. 600 manata almışdıq bizim maşını. Kimsə istəyərsə 350 manata satarıq əgər kimsə istəyərsə. Təzədir də, yəni heç nəyə yoxdur. 2-3 dəfə sürübdü cəmsi. 6-7 yaşına qədər də uşaq sürə bilər onu. Hətta 2 nəfər də oturub sürə bilər. Məryəmlə də oturub sürürdülər. Yəni böyük maşında, balacaqdır da bir şey deyil. Kim istəsə əgər əlaqə saxlasın, 350 manata təzə maşındır. Pultla da pultsuz da sürülür. Kəriminkindən bluetooth var, musiqi qoşmaq olur. Bildiyiniz telefonda musiqi qoşursunuz, yəni diskoteka yaradırsınız. Əgər kim istəsə yazar, ən bahalısından almışıq da, belə deyil. Amma bizimki bunlar 200 manat falandır da satışı. Bunlardan istəyir. Olsa əgər onu sataram, bundan alaram. Biraz da burada oynasınlar. Ondan sonra gedək görək. Kodişə tort tapa bilirik. Asada bir tort var kızlar. Tapsam göstərəcəm sizə. Quş südü çox dadlı bir tortdur da. Yəni dadı superdir. Önüme bak, Kerim önüme. Olsa ondan istəyərdim. Önüme bak, tomat biraz. Ama bizim halal olsun bacı. İnsanlara çok kıymetli yaxşı bu. Ha kızlar 1 manata da 5 dəqiqəsi. Yani yaxşı koyup da yaxşı. Koyuyla 5 manat. Ne yerler var ki 5 manat öyle. Onu göre de plenty olur bak. Kerim önüme bak oğlum, önüme bak. Kerim önüme bak Kerim. Kerim. Meryem imkan vermir onu ya. Gözlür Meryem gel. Kerim, süper. Hava birdən-birə dəyişdi qızlar. Elə bil ki, yağış havası var. Baxın, burada bu oyuncaqlara necə sürətlə fırlanır. Kərim də motosiklını dəyişdi. Aldı kızlar. İstediğim toptan almadım. Bir alığı Xırdalan filialında olur. Başka bir beğendiğimiz top var idi. Onu aldı. Şimdi gedir eve bunlar artıq Meryem bundan aldı. Çok tatlı olur desertler. Yağış yağıracaq. Hepsi gedəyin evə. Gəldik qızlar, axır ki evə çıxdıq. İnanın ki uşaqlarla, yəni bir zülümlə gedib gəlmişik. Orada o parkı istəyirəm. Burada deyir mən bu parkı istəyirəm. Yəni zülümlə getdik, gəldik bir təhər. İndi bir dənə paltarımı dəyişim. Gedirəm salatı falan düzəldəm. Qəşəng yüngül bir süfrə açam. Düzdür, yoldaşım dediyim kimi bu ad günü falan işini qətiyyən heç sevmir də, heç xoşu gəlmir. Yəni tortu belə istəmir də, deyir mən tort falan almır. Amma mən yenə də tortsuz sevmirəm ad gününü. Deyirəm sənin yeni yaşında bir tort kəsilməlidir. Belə, indi qəşəng yüngül bir süfrəni açacağım. Tortumuzu hazırlamışıq. Ama yandırma gözleme. Yaqubdan başqa hamı hazırdır uşaqlarda.
Dəqanında patlayır. İzin eləyim. Olmadı. Ay da yaxşı şey oldu Məryəm. Bir yerdə fənə bir yerdə üflüyün. Təzədən yandırın, sənin düşürsün. Ağlam aşkım, bana yandı. Bizdə çox üfürmək mərasimi maksimum bu qədər olsun. Sürme Məryəm, sürme koy üfürsün. Yok abi, kaçın. Siz cezalısınız. Hamza gelmiş. İşte kendim için yandıktım. Değil mi Məryəm? Məryəm. Kaçın gelmişler. Yok, normal. Ulan sən üfürməyəsən bu dəfə. Ulan, xahiş edirəm. Ulan Kərim üfürsün. Kərim. Sen burası. Korkma. Ulan tüz koydu. Ne kadar? Kerim üfürdü. Ben şimdi izlemeyeceğim seni. Deməli qızlar, qazda ayran deyildi. Yəni hələ ki yoxlamamışıq da bu nə olan şeydir, qazda ayran. Amma təbii ki marağımızı çəkdi deyə aldıq, dedik bir dadına baxaq görək bu qazlı ayran nə olan bir şeydir. İndi dadına baxıb sizə deyəcəm, görək necə bir şeydir bu. Alıb bunu yoxlamaq istəsəz, mütləq çalxalamağa çalışmayın. Əlinizdə partlayar da yəni. Dadına baxdım. Ayran yox, daha çox kifirin dadı gəlir. Kifir olur, belə alırıq içeriyə kefir. Bax onun dadı gəlir. Amma onun qazlı versiyası bax elə bir dad gəlir. Belə yəni, amma ümumilikdə dadı pis deyil. Yəni bəyəndim mən dadını, qəşəngdir. Ayran axı köp verir. Bunu məncə içsəz o problem qalmayacaq çünki qazlıdır. Tort mərasimi filan qısa sürdü, görürsünüz ki, süfrəni filan açıb yeməyimizi filan da çəkə bilmədim. Uşaqlara görə, uşaqlar inanın ki, nə bilim, Allah saxlasın, tək ki Allah hər bir evə uşaq qismət eləsin. Amma balaca uşaqlar, evli də 2 uşaq varsa, az yaşlı bilirsiniz də, yəni az yaşlı uşağı olan valideynlər bilər ki, onlar necə dolanırlar, demək olar ki, dolanmırlar. Ona görə hər şeyi qaça-qaçla elədik. Bir təhər yoldaşımı da gətirdim, tortu filan, şamı filan üflətdim. Heç arası yoxdur, yəni elə şeylə onu elətdirə bilmişəm, sizə böyük şeydir, inanın. Ondan sonra içinə oturduq, çayımızı filan içdik, gəlmişəm indi ambara, yəni artıq gedirəm ambardan, demək olar ki, bayaqdan gəlmişəm. Artıq gedirəm, biraz müəyyən məhsullar var idi ki, onları endirimlə paylaşmamışdım, çatdırıb paylaşa bilməmişdim. Onları endirimlə paylaşdım, indi telefon üzərindən də storylərdə belə qısa-qısa göstərəcəm. Sizə qiymətləri üzərində qeyd eləmişəm olsa. Qısa-qısa göstərəcəm, qoy sizlərin də məlumat olsun. Arada söz verirəm, vaxt edib sizlərlə yeni məhsullarımızı da bölüşəcəm. Çox qəşəng yeni məhsullarımız, yeni kargolarımız falan gəlibdir. İnanın ki, heç birini nə vlog çatdırıb çəkə bilirəm, nə onları çatdırıb çəkə bilirəm, heç birini çatdırıb çəkə bilmirəm. Yay aydı deyə biraz baş daha çox qarışıqdır. Belə qızlar, indi endirimləri göstərim sizə, siz də onlardan məlumatlı olun. Məhsullarla da bağlı nə istəsə səhifəmizdə WhatsApp nömrəsi var, YouTube'da paylaşmışam, oradan yaza bilərsiniz. Belə göstərim sizə qızlar, qoy elə bunu da göstərim sizə. Bu səhifə, baxın bu səhifə, rəfiqəmin, yaxın bir rəfiqəmin səhifəsidir. Çox qəşəng aksesuarlar satır. Baxın, taq eləmişəm, mavi aksesuar. YouTube'da yəni yoxdur, belə deyim. YouTube'da yoxdur ki, oradan izləyəsiniz, amma əlaqə nömrəsini istəyirsinizsə, bu səhifəyə keçid edirəm. Girin, burada bunları elə dünən biz özümüz almışıq, Pərvinlə özümüz almışıq bu aksesuarlar. Çox qəşəng aksesuarlar var idi. Əlaqə nömrəsini istəsəz, baxın, burada var. Deyin sizi salsın WhatsApp'da kontakta, baxın, nömrə budur. Elə deyin ki, Lola xanımı da görmüşük YouTube'da, salın bizi kontakta, statuslarınızı görək. Deyin sizi WhatsApp əlavə eləsin, Instagram olmayanlar. Instagram olanlar girin, Instagramda da takip atın. Səhifə yenidir. Çox qəşəng məhsullar paylaşılacaq. Yox, Instagramınız əgər yoxdursa, burada bu nömrəyə yazın. Sizi kontakta əlavə eləsin. Oradan statuslara görə bilərsiniz. Çox qəşəng məhsullar gələcək. Yaxın rəfiqəmin səhifəsidir. Yəni əla məhsullar olacaq. Baxın, bu sırqaları elə mən özüm üçün də almışam. Bugün hətta videoda çəkim. Hemen səhifədən baxın. Sırqa, sep, hətta üzüyüm, qolbağım hamısı həmən o səhifədəndir. Siz də ala bilərsiniz qızlar. Bu arada bu mənim şəxsi səhifəmdə izləmək istəyənlər keçid edib izləyə bilər. Sırf Instagramda şəxsi səhifə. Hər vaxtınız xeyir olsun qızlarım, necəsiz? Deməli, endirimli malları bir türlü mən paylaşıb qutara bilmirəm. Son qalanları indi paylaşacağım, gözü bir storyda olsun. İlk bu məhsuldan başlamaq istəyirəm qızlar. Bu məhsulun bizdə bilirsiniz satışda var idi. Ət
xal üçün idi bu əslində. Əslində ət xal üçün deyilmişdi bizə qızlar bu. Yəni firma bunu bizə elə göndərmişdi. Amma əslində mən bunu araşdırdım. Ət xaldan çox bu qara xallar tolurur bədəndə. Baxın, belə rəngli xallar. O rənglərin rəngini soldurur. Belə ət formasında olanları ağardırmış. Firmada bizə deyir ki, ət xalı salır. Amma əslində ət xalı salmır bu. Belə qara rəngli xalların rəngini soldurur. Belə olanları isə baxın, bu cür olanları isə belə ləkə kimi olanları Özür baş səsini çıxartmıram ki, qızlar, burada məlumat verilibdir, burada dinləyin. Belə ruçka formasındadır qızlar, baxın, bu formada iki tərəflidir, dərmanı bir tərəfi belədir, bir tərəfi belə, yəni dərmanı içərir. Qızlar, bu ənliklərimizin hərəsindən bir ədəddir. Deməli, bu Pixi Blush modelidir. Bu isə Pixi Blush orijinaldır. Rəng olaraq bu pomadalarımız ki var, ən çox sevilən 70% rənglərdir. Pərdəm, bir dənə bunu aç göstər. Baxın, bu rənglərdən ibarətdir içərisi. Bütün pomadalar bu 3 rəngdən ibarətdir. Rəng göstər, yəni nude tonlara, kariçino tonlara uyğundur. Üzəridəki bu hissəsidəki güzgüdür. Soyursuz plonkasını güzgüdür. Yəni buradan baxıb rahat şəkildə rujunuzu vura bilirsiniz. Yapısı o qədər qəşəngdir ki, teksturası falan, yəni çox yumuşaqdır. Həm qalıcıdır, belə əriyib qəlbə yayılmır dodaqlarınıza, həm də quruyub dodaqlarda çürümür. Çox qəşəng teksturası var. Baxın, bu hissəsinin güzgüsü. Neyse, burası belə bu şəkildə, klonkasının hissəsi qaldı. Baxın, belə nude tonlardadır. Qızlar, Photoshop effekti verən tonal Hamımız da məndən bu tonal kremi soruşursunuz qızlar. Mənim istifadə edəcəyim tonal kremdir. Son 3 ədəddir deyilən 10 manatdan 7 manata salmışıq bunu. Ərəbistanda çox, belə deyim, trend olmuşdu. Selfie effekti, Photoshop effekti verir. Ən çox satılan qızlar bu ənliklərimiz. Bu qiymətini yazmamışam qızlar. Bunları 3 manata salmışıq. Sevilmiş ki, bu ətli müştərilər düşünməsin də. yazmışam burada. Sırf diqqət çəkmək üçün eləmişəm. Ona görə gec 3 manata olsa daha salmışıq. sonra qızlar. Baxın, tenləri 3 manata salmışıq. Bunlar heç yeni gələn malımızdır. Qızlar, bu sponçlarımızdan da son manata. bir ədəddə qızlar Biolis'in bu makyaj altı bazasından qalıbdır. Baxın, bu şəkildədir. Poro olur, yəni dərilər üçün idealda bir dənə poro qoymur. Baxın, bir ədəddə bu bəylər üçün parfümdən var. Bunun 2 ədəddə qızlar bu maska çəkənlərimizdən. 2 ədəddə qızlar bu şipşirin olan pomadamızdan. 1 ədəddə qızlar, bilirsiniz də bu kollagenin məhsulları bizdə necə və bir ədəd də bu dodaq böyücücümüzdən qalıb. Göstərim. Hansını istəsəz bir dənə şəklini çəkib atmağınız kifayət eləyər. Yəni telefon işığı yandırır. Ümumi göstərirəm. Yəni burada indi eləsi var ki, satılıbdır, müştəriyə ayıracam. Məsələn, 1-1-2-2 qalanlardan ancaq endirmə qoyduqlarımız belə bir üz yuma sponcu var. Məsəl üçün çox qəşəngdir. Bu skrapa falan da istifadə olunur. Belə bir üz yuma aləti var. Həm belə burun üçün, çənə üçün, nə bilim alın üçün, həm də ümumi belə üz üçün. Sonra bu çarımlı olan Hello Kitty'li şıqlamın modeli pomadalarımız çox qəşəngdir, matdır bu. Həm də çarımdır gördüyünüz kimi. Hamısı bunların su qiymətinə endirmə qoymuşuq da. Yəni, məsələn, bu mərtəbəli olan ruçka kimi üst-üstə açılan pomadamızdan son bir ədəddə endirmə qoymuşuq. Daha sonra bu bir tərəfi qələm, digər tərəfi isə pomad olan məhsulumuzdur. Daha sonra pəmbə tuş. Daha sonra gecə maskası. Dırnaq üçün belə aksesuar, hansı ki akvarium yoxdura bilərsiniz, dollar formasındadır. Ayaqqabı üçün belə silikon. Ondan sonra belə bir maska. Fırça. Yəni burada çox şeylər var da. Organizer var. Biolis'in parfümü var. Hansı ki ən çox satdığımız parfümlərdən də Türkiyənindir. Bir ədəd qalıb deyə 10 manata qoymuşuq. Belə bir ənlik. Yəni, bunların baxın hamısından bircə ədəd deyə hamısını da endirimə qoymuşuq. Hamısı endirimli maldır. Yəni kim istəsə yazıb götürə bilər. Gecə saat baxın 1-dir. Görürsünüz. Videonu çəkdim. Baxdım ki yaddaşda olub da çəkməyibdi. Gecə saat 1-dir. Biz indicə bax evə girdik. İndicə gəldik evə. Bəlkə də çoxsu yatıbdı. Bəlkə də çoxsu rahat isti yerindən mənim bu videomu izləyir. Amma biz gecə saat 1-də indi gəldik evə. İnanın ki burada baxıram rəylərdə. Biri deyir mənə pulsuz hədiyyə ver. Biri deyir mənə pulsuz məhsul ver. Hələ bayaq biri yazıb ki mənə pulsuz 4 qaşıq ver. İmkanım yoxdur. Dedim hə məndə o qədər imkan çoxdur ki o qədər babad imkanım var ki 24 saat işləyirəm. Yəni valla imkanı olan heç kim işləməz, imkanı olan hamı ayaq üstünə qoyar, gedər istirahət eləyər. Mən işləyirəmsə deməli məndə də imkan o deyil. Yəni ən azından oturursunuz ekran arxasından, telefonu əliniz alıb məni izləyirsinizsə deməli hansı imkanı yarada bilərsiniz də. Ən azından 2 əliniz, 2 gözünüz var. Çalışın ki işləyin. İmkanı olmayan adam heç vaxt kosmetik məhsul istəmir.
İnanın ki, həqiqətən ehtiyacı olmayan insan heç o şey yadına düşmür. Nəysə, demək istədiyim odur ki, yəni insanlara ekran arxasından baxıb elə bilməyin ki, hə, onlar üçün hər şey əladır, toz pəmbədir. Vay hə, elə o videoları paylaşdıq deyə day milyoner olduq. O 35 manatdan bizə nə xeyir qalır ki? Belə qızlar. Çalışdığınızda bu vlogun əvvəldə xırda başqa vloglarda da, videolarda vurmuşam. Çünki çatdırdığım qədər, çalışdığım qədər vaxt tapdıqca istəyirəm çəkim ki, sizin də məlumatınız olsun da gün ərzində nə edirik, nə ayırırıq. Sabahdan inşallah çalışacağım ki, hər dəfə də elə edirəm, çalışacağım ki, bütöv qəşəng maraqlı vloglar çəkim sizə. İnanın ki, vaxt edə bilmirəm qızlar, çatdıra bilmirəm. Ona görə uzun vloglar çəkə bilmirəm. Belə, hələlik bu vlogumuzu burada sonlandırıram. Özünüzə yaxşı baxın qızlar. Hələlik.